Bakıxanovda, mərkəz ərazidə Asan xidmətin yanı 271 məktəbin düz yanında Vergilər İdarəsinin yaxınlığında bu balkon hissədən başladım çəkilişə. 3 otaqlı mənzil təqdim edəcəm. Geniş balkon var. Piyabrazını, yəqin ki, razında qalanlar, Bakıxanovda qalanlar yaxşı bilir buranı. Keçək evimizin kuxnasına. Bax, burada balkon qatılıbdır, kuxna böyüdülübdür. Yəni bu kuxna normalda bir belə bura qədər olur, yəni bu hissəyə qədər də. Yəni burada qatılıb, balkon qatılıb, kuxna böyüdülüb. Balkon hissəni də göstərdim. Bu da blokun üstünə düşür. Buranı da evə qatılıblar, balkon hissə eləyiblər, böyüdüblər. Bakıxanovda Vergilər İdarəsinə 271 məktəbə yaxın ərazidir. 9 mərtəbənin 2-ci mərtəbəsidir. Bax, koridor hissəsi, Kiyev proyektidir. Burada belə bir qardırop, yəni istəyən olsa yığdırar qəşəng. Banka, artıq əşya olsa qoymağa. Giriş hissəsidir, buradan girirsən, yataq otağıdır. Təmir təzə təmirdir. Qiymət də münasibdir. Bax, təmir təzə təmirdir, görürsünüz. Pol laminatdır. Stilik sad hamısı quraşdırılıb. Stilik hökumətindir. Bu da ikinci yataq otağımızdır. O tərəfdəki balkondan əlavə burada da balkon var. Göstərəcəm. Bax, görürsünüz. Təmir təzə. Buradakı balkon balaca. Yəni balaca balkondur. İki evlərdə olur. Balaca balkon. Yəni paltar geyinləməyə. Belə bir balkon hissəsi var. Bu tərəfdə çıxanda, evin bu tərəfi də Vayan Dvor deyirlər. Abad məhəllə ora çıxır. Dokuz mərtəbənin 2-ci mərtəbəsi 192 min. Qapılar zadlar da qəşəng qapılardan qoyub. Allah xeyir versin. Alana da, satana da xeyirli olsun. Zal hissəmizi görsədim. Təmir ətraflı göstərirəm ki, baxasın. Bax. Sanuzel göstərəcəm, ona da baxın, yekunlaşaq. Hindistan kafelidir. Bilirlər, alanlar bilir, 25 manat kvadrat. Qəşəngdir. Təmir qaydasındadır, sanuzel. Hamam tualet ayrı-ayrıdır. 9 mərtəbənin 2-ci mərtəbəsi Piyabrazını 271 məktəbin yanı. Qiymət 192 min. Allah xeyir versin, əlaqə saxlayın. Ətraflı göstərdim. Nəsə sualınız olsa müraciət edə bilərsiniz. Biz də ürəklə cavablandırarıq inşallah. Allah xeyir versin, əlaqə saxlayın.